Dostlarınız, tanışlarınız və ya qohumlarınız sosial şəbəkələrdən sizə yazaraq pul istəyə bilərlər. Amma öncə dəqiqləşdirin. Çünki kiberdələduzlar yaxınlarınızın adından istifadə edə bilər. Kiberdələduzlar yaxınlarınızın ad soyadı, hətta birə-bir eyni nömrə ilə sizə yazıb pullarınızı mənimsəyə bilər. Diqqət etməli olduğumuz məqamlar var. Ətraflı sıradakı sujetdə. Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız yaxud tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz. Pulu göndərdiyi kart hesabına köçürürsünüz, amma pul köçürdüyünüz insan sizin dostunuz olmaya bilər. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb pul kartına köçdümü deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Bu isə o deməkdir ki, dələduzun növbəti qurbanı sizsiz. Bu üsuldan qorunmaq texniki cəhətdən qeyri-mümkündür. Sadəcə qorunmağın bir neçə yolları var. Hansı ki, bu yollardan biri şəxsi bir şifrə təyin edə bilərsiniz. Öz qohumlarınız və yaxınlarınız arasında hansı ki, sizinlə əlaqə saxlayan bir insan qohumunuzun, yaxınınızın bir səsi ilə əlaqə saxlayırsa və onu tanımaqda çətinçilik çəkirsinizsə, müəyyən bir, əgər sizdən bank vəsaitini tələb edirsə, müəyyən bir şifrə təyin edin və həmən şifrəni o insandan soruşun. Kiberdələduzlar müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır. Kiber üsullarla WhatsApp və Telegramda nömrə eyniləşməsi həyata keçirərək dələduzluq eləyirlər. Daxili İşlər Nazirliyi də əhaliyə bu barədə diqqətli olmağı, şəxsi bank kartı məlumatlarını paylaşmamağı tövsiyə eləyir. Son dövrlərdə sosial şəbəkələrdə oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə vətəndaşların aldadılaraq maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunur. Belə ki, vətəndaşların sosial şəbəkə hesablarına yaxud mobil nömrələrinə dost, yaxın və ya tanış hesab etdikləri şəxslərdən təcili pul lazım olması ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad soyad eyni, hətta nömrə də zahirən tanıdığı insanın nömrəsinə bənzəyə bilər. Vətəndaşlara bildiririk ki, kiberdələduzların qurbanı olmamaq üçün şübhəli zənglərə və mesajlara qarşı diqqətli olsunlar. Dəqiqləşdirmə aparmadan heç kimə onlayn qaydada ödəniş etməsinlər. Kiberdələduzların qurbanı olmamaq üçün kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəyə zəng edib, onun sizdən borc pul istəyib istəmədiyini dəqiqləşdirməlisiniz. Bu zaman məlum olacaq ki, onun heç bu məsələdən xəbəri yoxdur. Məhəmməd Hacızadə, ATV Xəbər.